Təəssüflər olsun ki, səhər tezdən bir acı xəbər də almışıq. Qobu Park yaşayış kompleksinin hündür mərtəbəli, çox mərtəbəli binalarından birində, deyəsən mənzillərin elə birində yanğın baş verib, əziz dostlar. Daha bir məlumat var yanğınla bağlı. Yanğın söndürənlər tərəfindən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzildə baş verən yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 45 kvadrat metr olan 2 otaqlı mənzilin mətbəxinin dəhlizinin yanar konstruksiyaları 13 kvadrat metr sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib. Təəssüflər olsun ki, mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri də təxliyə olunublar. Hazırda bizim bağlantımız olmalıdır hadisə yerinə. Cəhd edirik. Olanda mütləq şəkildə əməkdaşlarımız artıq oradadılar. Biz sizə bu barədə məlumat verəcəyik. Bayaq, hörmətli tamaşaçılar, 5 nəfər olmuşdu. Birinci xəbər bizə belə gəlmişdi. 4 nəfər olduğu deyilir. Kaş ümumiyyətlə həyatını itirənlər olmazdı, amma çox təəssüf ki, belə hadisələr baş verir və Aynur bir mənzildə baş verib. Sən xəbəri oxudun. Sevindirici hal odur ki, dərhal tədbir görülüb və digər mənzillərə sıçramayıb yanğın və insanlar da təxliyə olunublar. Səhərdən orada həm Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları, həm təcili tibbi yardımın əməkdaşları, həmçinin Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerində olublar, əməliyyatlar davam eləyir. Araşdırılır, indi səbəblər yəqin ki, ola bilsin bizim proqramımızda gedişatda bilək. Bizim canlı bağlantımız olacaq, əməkdaşımız Gündüz Vaqifoğlu hadisə yerindədir. Bizi eşidirsinizmi? Sabahınız xeyir olsun Gündüz. Vəziyyət necədir orada? Nə məlumatlar var? Zəhmət olmasa bizə çatdırardıq. Sabahınız xeyir olsun. Bəli, biz hazırda hadisənin baş verdiyi ərazidəyik. Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci Qobu Park yaşayış massivində qeydə alınıb. Hadisə deməli səhər saat, daha doğrusu gecə yarısını keçəndən sonra bir qədər də dəqiq desək, saat 3:04-də Fövqəladə Hallar Nazirliyinə yanğının baş verməsi ilə bağlı məlumat daxil olub və dərhal əraziyə yanğın söndürənlər gəlib, amma onlar gələnə qədər ərazidəki Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları, eləcə də yaxınlıqdakı qonşular hadisə müdaxilə etmək niyyəti ilə içəridəki insanları çıxarmağa, ərazidən təxliyə etmək üçün həmin mənzilin yanğının baş verdiyi mənzilə qalxıblar. Qeyd etmək istəyirəm ki, 9 mərtəbəli yaşayış binasının hadisə 7-ci mərtəbəsində qeydə alınıb. Məsələ burasındadır ki, hadisə 7-ci mərtəbədə qeydə alınsa da, yəni yanğın 7-ci mərtəbədəki mənzillərdən birində baş versə də, təbii ki, tüstüləmə yuxarı doğru qalxdığına görə, 9-cu mərtəbəyə doğru qalxdığına görə həyatını itirənlər də 9-cu mərtəbədəki mənzillərdə yaşayan sakinlər olub. İlkin ehtimala görə həmin həyatını itirən sakinlər tüstüdən zəhərlənmə nəticəsində belə bir faciə baş verib. İndi biz bir qədər binanın təbii ki, ön tərəfindən yanğının baş verdiyi həmin mənzili göstərə bilməsək də, indi operatorumuzun köməkliyi ilə binanın arxa tərəfinə yönəlirik ki, yanğının o baş verdiyi mənzildən o tüstüləmənin çölə çıxdığı o görüntünü sizə göstərmək istəyirik. Düzdür, hadisənin qarşısı alınıb, Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri əraziyə vaxtında müdaxilə ediblər və yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Amma yenə qeyd edirəm ki, təəssüf ki, hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumata görə 4 nəfər həyatını itirib və qeyri-rəsmi məlumatlarda 5 nəfər deyilirdi. Amma rəsmi məlumatda bildirilir ki, 4 nəfər yanğın nəticəsində həyatını itirib. İndi operatorum artıq biz gəldik binanın arxa tərəfinə göstərir, kadrları sizə fikir verirsinizsə, yenə qeyd edirəm ki, 7-ci mərtəbədəki mənzillərdən birində baş verən yanğın dərhal yuxarı doğru qalxıb və fikir verirsinizsə artıq 9-cu mərtəbədəki mənzilin ön tərəfində artıq fasad hissəsindəki o yanan nöqtəni görürsünüz. Bəli, həyatını itirənlər 7-ci mərtəbədə, yanğının baş verdiyi 7-ci mərtəbədə deyil, yuxarı mərtəbədə yaşayan sakinlər tüstüdən zəhərlənməsi ehtimal olunur, elə həyatını itiriblər və qeyd etmək istəyirəm ki, bu 4 nəfər həyatını itirənlər arasında ikisi az yaşlıdır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələnə kimi sakinlər və Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları yaxınlaşıb həmin insanları, tüstüdən zəhərlənən insanları ərazidən çıxara bilsələr də və təəssüf ki, onların həyatını xilas etmək olmayıb. Digər
mənzillərə də yanğının qarşısı alınıb, keçməsinin qarşısı alınıb. Belə ərazidə hazırda prokurorluğun əməkdaşları var, istintaq gedir. Bundan başqa Daxili İşlər Nazirliyinin polis əməkdaşları var. Əraziyə binanın içərisinə daxil olmaq hələ ki icazə verilmir. Yəqin ki, təhlükəsizlik nöqteyi nəzərindən və binadakı sakinlər də hadisə vaxtı ərazidən təxliyə edilib. Bəli, istintaq gedir. Yanğının dəqiq hansı səbəbdən baş verməsi araşdırılır və təbii ki, dəqiq məlumat da yaxın saatlarda yəqin ki, ictimaiyyətə bildiriləcək. Bizdən bu qədər ərazidəyik. Hər hansı yeni məlumat olsa, bunu da efirimiz vasitəsilə tamaşaçılara çatdırmağa çalışacağıq. Buyurun, söz sizdə. Gündüz təşəkkür edirik Gündüz sizə. Çox sağ Biz olun. bu mövzunu, bu məsələni gündəmdə saxlayacağıq, hörmətli tamaşaçılar. Yeni məlumatlar gəldikcə mütləq şəkildə sizə çatdıracağıq.